nə qədər xahiş elədim, yalvardım ki, məni öldürün, öldürmədilər. Biz hərəkət elədik düşmənin arxa istiqamətinə. Düşmən istiqamətindən düşmənin postuna hücum elədik. Öz tərəflərində. Bəli, biz həmin istiqamətə hərəkətimizdə düşmənin maşınları hərəkət elədi. Sən demə, xüsusi təyinatlı qüvvələrin həmin bizim hərəkət elədiyimiz istiqamətə xüsusi təyinatlı qüvvələrini boşaldıb, həmin istiqamətə hərəkət eləmişdilər. Həmin post gücləndirildi. Onların xüsusi təyinatlı qüvvələri ilə gücləndirildi. Həm əsgər heyəti, həm döyüş qabiliyyəti yüksək olan xüsusi təyinatlarını gücləndirdi. Biz isə onların hərəkət elədiyi düşmən istiqamətindən hücum elədik həmin posta. Haradasa bir 3-4 saat döyüşümüz getdi orada. Gecə? Səhərə yaxın. Gecədən səhərə kimi birinci posta döyüşdük. Birinci postu əldə edəndən sonra, götürəndən sonra ikinci postu hərəkətimizi davam elətdirdik. 3-4 saat döyüşdən sonra biz həmin postu götürdük. Post istiqamətində mən ağır yaralandım. Düşmən canlı qüvvəsinin, şəxsiyyətinin birbaşa avtomatın darağını boşaltdı üstümə. 30 patronun 30'unu da boşaltdı üstümə. Mən həqiqətən çox ağır yaralandım. Mənə orada ilkin tibbi yardım göstərən şəhidimiz, Allah ona rəhmət eləsin, Əhmədov Firuz mənə sarğı qoydu və qoymamışdan qabaq mənə dəstəyi döyüş yoldaşım Gizir Hüseynov Pərvin məni həmin istiqamətdən çıxartdı geriyə. Həm yaralarım, həm də ağrılarım çox idi. Mən həmin anda orada ölmək istəyirdim. Nə qədər xahiş elədim, yalvardım ki, məni öldürün, öldürmədilər. Dözə bilmirdim mən o ağrıya. Qolum demək olar ki, yox idi. Ümumi bədənimə həmin vaxtı 6 ədəd güllə dəymişdi. Silahım ümumiyyətlə sıradan çıxmışdı. Silahım ələ gəlmirdi. Eləmədilər, yəni ürəkləri gəlmədi. Əlim bəlkə də çatsaydı silaha, özüm də vura bilərdim.